kəramət böyükçülü hədəf alır. Yəni siz siyasi partiyasınız, müxalifətsiniz. Sizin kəramət böyükçülüylə nə işiniz var? Siz yazıcı mı olmaq istəyirsiniz, yoxsa prezidentini devirmək istəyirsiniz, hakimiyyətə mi gəlmək istəyirsiniz? Bir yazıcının üstünə düşüblər hamısı hər tərəfli. Yəni Vallahi biz siz əslində kəramətin özü də hesablayanda elə hardasa potensial olaraq dolayısı yolla da olsa onların tayıdır. Kəramətin özü o kəramətdir ki, İlham Əliyev kimi alçağı, uğraşı müdafiə edir. Götürüb yazır, İlham Əliyevin şəklini qoyur ora. Başlayır İlham Əliyevə deyir ki, bunun xarici siyasəti gözəldir. İlham Əliyev yalandan girdirmə, gedir Azərbaycan xalqının uşaq pullarını, uşaqların analarının döşündən əmdiyi süt pulunu oğurlayan İlham Əliyevi, şəhidin qan pulunu oğurlayan İlham Əliyevi aparıb o pulları, qan pullarını, süt pullarını verir Trump'a ki, məni reklam elə. Sonra da kəramət bunu götürüb reklam edir ki, İlham Əliyev cənab prezident deyir, xarici siyasətdə bizi tanıdır. İlham Əliyev gedib orada yaltaqlıq edir. Bunu kəramət də cəmaata İlham Əliyevin apardığı siyasətin düzgün olduğunu deyir cəmaata. Yəni hesabla, kəramətlə o Əli Kərimli onun komandasının heç bir fərqi yoxdur. Məsələ budur, yoxdur. Amma təbii ki, düz deyirsiniz. Cəbhəsilərin də bu qədər hədəf almasına nə gerək var? Adam tənqid edir. Burada nə var ki? Bir tənqidə dözmürsünüzsə, o zaman siz niyə varsınız meydanda? Ay, özünə müxalifətdən Əli Kərimli onun komandası. Kəramətin paylaşdığı tənqidə yoxsunuzsa, siz necə gələsiniz bu rejimin başına? Siz tənqid eləyənləri belə linc eləyəsiniz, belə təhqir eləyəsiniz, alçaldasınız, nə bilim şər atasınız, belə şey olur. Və siz nəyin mübarizəsiniz? Ay axı cəbhə, ay Əli Kərimli, onun komandası cəbhəsilər. Utanmırsınız siz. Adam da tənqid eləyib, nə var ki burada? Nə var ki burada? Niyə onu söyürsünüz? Niyə şərriksiniz? Olmaz belə. 2019-2020-ci illərdə mənim özümə qarşı etmədiyiniz uğraşdıq, alçaqlıq, fahişəlik qalmadı, siz cəbhəsilər. Siz Əli Kərimli onun komandası. Utanın ölün yerə girin, hə? Bədi bax, uşağı bədi bax. Xalqın içində hər cür insan olacaq, sizi tənqid eləyəcəklər, təhqir eləyəcəklər, nə bilim, sizi tərifləyəcəklər də, sevəcəklər də. Bu nə tər şeydir, bu hamı siz ola bilməz. Axı, sizin haqqınızda kəramət büsü, çağır nefrinizə, Azərbaycan sadı, Əli Kərimli, çıx kəramətlə bir yerdə deyin, qardaş, nə problem var? Harada səhv eləmişik? Nə eləmişik? Deyin, düzəldək, deyin də, bu kəramətdə desin. Deyə bilməsə, deyin, bizim haqqımızda bu adam gözün içinə kimi yalan deyir, fırıldaq eləyir, alçaq sasına yazır, demirsiniz axı. Açıq sözlü deyilsiniz, tənqidə dayanıqlı deyilsiniz. Sonra da demokratiyadan, insan haqlarından, nə bilim, Varşavada bizə yer verirlər, İlham Əliyev pasport vermədi. Yaxşı elIr vermir də. Yaxşı, siz demokrat deyilsiniz ki, siz Varşavada nə işiniz var, ay Əli Kərimli? Sən orada nə işin var? Sən demokrat deyilsin, sənin komandan demokrat deyil. Sizə bir söz demək olmur, sizə bir sözdən linc olur, söyülür, təhqir olunur, şərlənir, böhtan atılır. Sənin Varşavada nə işin var, ay Əli Kərimli? Məsələ bu deyil, qardaş. Bunlar hamısı bu gündədir. Belə biabırçılıqdır.